Herkese salam. Bu dəfəki Cırtdan Jounu çox bəyəndim. Personajlar çox gözəl idilər, səmimi və şirin idilər. Gördüyünüz kimi Sinqavik idi. Ümumiyyətlə şou özü də olduqca maraqlı hazırlanmışdı. Mən özüm belə proqramı böyük maraqla izlədim. Proqramın adı Zamanında Səyahət. Vaxt o qədər gözəl keçdi ki, şounun necə bitdiyini belə hiss etmədim. Artıq demək olar ki, bugün ayın 4-üdür və bu da son günlərdir. Bugün 3 seans var, amma hansını çata bilsəz mütləq əldə edin, mütləq iştirak edin. Çünki ora verilən pul məncə tam dəyərinə dəyir. Bilet qiymətləri yerlərindən asılıdır. Təxminən 8-40 manat arası dəyişir. Səhnəyə yaxın yerlər daha bahalıdır. Son sıralar isə daha münasib qiymətədir. Amma son sıralar məncə qalmayıb artıq onlayn satışda. Yalnız orta sıralar qalmışdı. Mən az öncə baxdım. Amma onu da deyə bilərəm ki, hansı yerdə oturmağınızdan asılı olmayaraq da, yəni göydən düşən toplar belə sizə, yəni oynaya bilirsiniz, övladlarınız şənlənə bilir, onu deyə bilərəm. Məsləhətim odur ki, ən azı 1 saat tez gedin ki, qardıroba rahat yaxınlaşıb paltarlarınızı verə biləsiniz. Ondan da əlavə girişdə sıxlıq yaşamayacaqsınız. Ən gözəli isə odur ki, personajlar tək-tək sakit şəkildə şəkil çəkdirib bu gözəl anları xatirə kimi saxlaya bilərsiniz. Məndən bu qədər. İndi isə siz sona qədər izləyin. Gedə bilməyənlər də üzülməsin. Bildiyimə görə Novruzda da olacaq. Novruzda da olmasa, gələn inşallah yeni ildə mütləq iştirak edərsiniz. Keşanıza dedin ki, necədə yaxşı yaddaşı var. Bu dəfə hər şey qaydasındadır. Zaman başına hazırdır. Bircə düyməni basmaq kifayət eləyər ki, bütün hədiyyələr öz sahiblərinə çalsın. Başda deyil, amal yaşdadır. Üzr istəyirəm, bu mənim səhvimdir. Abrakadabra. Bizim böyük bir problemimiz var. Ne olur? Problemin adı da... Bu dəfə nəsə bacararım. Əvəzində sizə yağış hədiyyə eləyə Yağış deyilsiniz. Yağış? Eğer siz yağışı aldırabilseniz ben bu kubu size veririm. Darıtırım sarayda, üzüm gülüm kesilsen, eşit güldürürem yok etrafta. Zaman gelip çattı. Yeni Ersin. Kahramanı burada evet. Eşitmirəm, sağ ol uşaqlar. Yeni iliniz mübarək olsun.